Bismillah. Bu bürclərin başına həmişə iş gəlir. Kimlərdir? Astroloji baxımdan bəzi bürclər var ki, sanki həyat onları tez-tez sınağa çəkir. Başına həmişə iş gələn bürclər adətən bunlardır. Əqrəb, qısqanclıq, gizli düşmənlər və güc mübarizəsi ilə tez-tez qarşılaşır. Həyatında kəskin dönüşlər, qəfil hadisələr çox olur. Amma hər dəfə küldən doğulan kimidir. Daha güclü çıxır. Əkizlər, dilləri və maraqları onları bəzən söhbətə salır. Qərarsızlıq ucbatından səhv seçimlər edə bilirlər. Tez-tez plan dəyişdikləri üçün işləri qarışa bilir. Ox atan, risk etməyi sevirlər. Bu da bəzən problem yaradır. Mən düz deyirəm prinsipinə görə mübahisələrə düşürlər. Sərbəstlik eşqi onları çətin vəziyyətə sala bilər. Balıqlar, həddən artıq mərhəmət və sadəlövhlük səbəbilə aldadılma riski yüksəkdir. Emosional olduqları üçün hər hadisəni dərindən yaşayırlar. Əslində isə hər bürcün həyatında çətin dövr olur. Sadəcə bu bürclər daha dramatik və taleyüklü situasiyalar yaşayır.